Deməli, dəyərli dostlar, belə bir yaxşı ev var. Yaxşı təklifdir, yerləşməsi də yaxşıdır. Belə bir ev çəkib göstərən Paket Kuçal Dövlət İpotekasına yararlı evdir. Təmirə son tamamlanma işləri görülür. Baxın, üst hissədə mərtəbə arası monolit betonlu, üst hissədə 4 otaq var. Əlavə olaraq da alt hissədə 3 ədəd, 4 metrdən, tavan hündürlüyü 4 metrdən artıq olan 3 ədəd ehtiyat otaq var. Bu hissəyə naves verilib, görürsünüz. O hissəni teras kimi istifadə edəcəksiniz. İlk əvvəl aşağını təqdim edeyim sizə. Masazırda yerləşir. Ev və torpaq kutusaldır. Görürsünüz, mərtəbə arası monolit betonlu. Tavan hündürlüyü 4 metrdən artıqdır. Buranı yaxşıca təmir də eləyib, istipolla təchiz eləyib. Yaşayışa da vermək olar. O halda olur 7 otaq. İndiki vəziyyətdə də 7 otaqdır. Sadəcə bu alt hissə təmirsizdir. Alt hissə təmirsiz qaydada saxlanılacaq. Əlavə olaraq da görürsünüz, bu hissədə belə bir boşluq var. Həyət yanı sahə 2 maşın sərbəst daxil ola bilər. Qazın suyun işığın fasiləsiz olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Qeyd etdiyim kimi təmirə dair son işlər görülməkdədir. İşlərin böyük əksəriyyəti yekunlaşıb. Baxın, bu üst hissəyə buradan çıxış qoyulub, dəyərli dostlar. Bura mətbəxdir. Mətbəxdən bu teras adlandırdığımız hissəyə çıxış var. Tam yaşayışlı bir ərazidə, Masazırda 6 nömrəli məktəbin yanı. Burada qeyd etdiyim bu 4 otaq tünü ilə istif oldu, dəyərli dostlar. Deməli, qalır, nə qalır burada? Bütün əksi işlər tamamlanacaq. Laminat qalır, qapılar qalır, divar kağızları qalır. Bütün əksi işlər istisnasız tamamlanacaq. Solda yerləşir belə bir mətbəx sahəsi, görürsünüz. Mətbəxin ölçüsü yaxşıdır. Mətbəxdən ön hissəyə çıxış da qoyulub. Belə bir mətbəx sahə. Sağda yerləşir evin zal hissəsi, bunun üstündən kubka və laminat işlənəcək, divar kağızları. Qeyd etdiyim kimi bütün əksi işlər tamamlanacaq. Şəbəkə pəncərələrdən istifadə olunub. Bütünlüklə deməli istipollu, paralel olaraq da radiasiya xətləri də qoyulub, görürsünüz. Bütün əksi işlər tamamlanacaq, yaxşı təmir olunacaq. Əlavə olaraq da burada 3 ədəd yataq otağı var. Yataq otaqlarından biri bu. Təmirləri çox yaxşıdır. Daha doğrusu ölçüləri çox yaxşıdır. Burada növbəti belə bir yataq otağı. Bura evin sanuzeli, duşqabın içində yer qoyulub. Bütün təmir işləri yekunlaşacaq və qiymət 110 min manatla satışa çıxıb alıcılarla qiymətdə razılaşma mümkündür. Evin deməli sahəsi hardasa 170-180 kvadrat metri var. Yəni olduqca böyük evdir. Təqdimatda bəlkə də kiçik görsənə bilir. İnternet xəttinə kimi də çəkilib, bütün əksi işlər tamamlanacaq. İstisnasız və qiymət start olaraq 110 min manatda alıcılarla qiymətli razılaşma mümkündür. Masazırda 6 nömrəli məktəbin çox yaxınlığında yerləşir. Sağ olun, hələlik.